Salam, hər vaxtınız xeyir, dəyərli şagirdlər və valideynlər. Biz bugün sizinlə 5-ci sinifdən qarşı xəttlərin vurulması mövzusunu izah edəcəyik. Deməli, başlayırıq birincidən. 5 vurulsun 2/5-də 1. Bunu bu formada da, yəni sahə modelini qursaq, əvvəla bir düzbucaqlı çəkirik. Bu arada birinci çalışma olduğunu qeyd edim. Bir düzbucaqlı çəkdik bu formada. Deməli, 5 vurulsun 2/5-də 1. Bura tamdır. Bura olsun 5. Bura yazırıq 2. Bura olsun 2. Bu hissədə olsun 5-də 1. 5-də 1 yazıq. Bura düşmədi. Deməli, 5-i 2-liyə vursaq 10 eləyəcək. Bura 2-dirsə, burada 5-də elə deyilmi? 5-i 5 vurulsun. 5-də 1 bərabərdir 1. Burada 1 eləyəcək. İndi misal halında yazsaq, bu formada alınacaq. 5 vurulsun 2/5-də 1. Əvvəla natural ədədi qarışıq ədədə vurmaq üçün qarışıq ədədi düzgün olmayan kəsrə çevirməyimiz lazımdır. O da 5-də və 2-in 5 üstə gəl 11. Bunlar da buradan da cavab 11 alınacaq. Sonra 1/8-də 1 vurulsun 4 bərabərdir. Bura 9 alınacaq 4. 8-dən də 4 ixtisar getsə burada 2 qalacaq. 2-də 9. O da bərabərdir 4/2-də 1. Növbəti misala keçirik. 2/2-də 1. Hər ikisi yox, daha doğrusu biri düzgün kəsirdir, biri isə qarışıq ədəddir. Çeviririk. Olacaq 2-də 5. Yəni, bura düzgün olmayan kəsirə çevirəndə 7-də 6. 2 ilə 6 ixtisar getsə qalır 3. 15-də 7. O da bərabərdir 2/7-də 1. Sonra növbəti misala keçsək, 4/3-də 2 vurulsun 1/7-də 2. Görürük ki, hər ikisi nədir? Qarışıq ədəd. O zaman biz bir-bir keçirsək, düzgün olmayan kəsrə, 3-də və 4, 12, bura eləyəcək 14, 1/7-də 2-ni də necə keçirəcək? 7-də 1-in 7, o da 9. Bizdə yəni düzgün olmayan kəsirlər belə alındı. O zaman buradan yer çatmayacaq, buraya yazıram. 3-də 14 vurulsun 7-də 9 bərabərdir 3. 7 ilə də 14, 2. 2-də və 3-ün də 6 edəcək. Növbəti misala baxırıq. 3/3-də 1 vurulsun 1/5-də 3 bərabərdir. Bunu hər ikisini, yəni nəyə keçiririk? Düzgün olmayan kəsrə. 3-də 10 vurulsun 5-də 8 bərabərdir 16-da 3-də 16. O da bərabərdir 5/3-də 1. Sonra növbəti misala baxırıq. 1/7-də 1 vurulsun 1/4-də 3 bərabərdir 7-də 8 vurulsun 4-də 7. 7-lər ixtisar edir. 4-dən də 8 qalır. Burada 2. Növbəti misalımız 5/7-də 3 vurulsun 3/2-də 1 bərabərdir 38 edəcək bura. Burada 2-də və 3-ün 6 da qalır 7. 7-lər ixtisar edir. 38 də 2-yə bölünsə edəcək 19. Növbəti misalımız 3/4-də 1 vurulsun 2/5-də 3 bərabərdir 4-də 13 vurulsun
Deməli 5 dəfə 2 13. Aha. Düz yazdıq, elə deyilmi? 4 dəfə 3-ün, hə. 4 dəfə 3-ün 12 13. Ha, düzdür. 13 13-ə vuranda eləyəcək 169. 4-ü 5-ə vuranda da eləyəcək 20. O da bərabərdir 8 tam 20-də 9. Lövhəni silirəm. Növbəti misalımıza baxırıq. 1 tam 7-də 3 vurulsun 1 tam 5-də 2 bərabərdir. Bura 10 edəcək. Burada 5 dəfə 1-in 5, 2 7. Aha. 10-dan da 5 qalacaq 2. Növbəti 2 tam 4-də 1 vurulsun 1 tam 3-də 1. Düzgün olmayan kəsrə çevirsək. Belə bir kəsrlər alınacaq. 4-lər gedir. 3-dən də 3. Burada qalır 3. Sonra növbəti misala baxırıq. İkinci çalışmaya. Vurmanın paylama xassəsini əsasən hesablayın. Cavabın doğruluğunu sahə modeli ilə yoxlayın. Aha. Şagirdlər, biz bilirik ki, qarışıq ədəd görəndə, məsələn, elə birinci çalışmaya baxaq. Məsələn, burada verilib 2 tam 3-də 1. Bu, əslində 2 plus 3-də 1 deməkdir. İndi biz yazsaq misalımızı, rəngimizi dəyişək. Aha. Biz misalımız belədir. 3 vurulsun 2 tam 3-də 1 bərabərdir. 3 vurulsun 2 üstəgəl 3-də 1. Paylama qanuna əsasən də 3-ü bir dəfə 2-yə vuracaq, bir dəfə də 3-də 1-ə vuracaq və toplayacaq. 3 vurulsun 2 üstəgəl 3 vurulsun 3-də 1 bərabərdir. 3 dəfə 2-in 6. Burada 3-lər ixtisar gedir, qalır 1. Bizim cavabımız oldu 7. Bu hissəni silirəm. Sonra növbəti 1 tam 8-də 1 vurulsun 4 bərabərdir. Deməli 1 üstəgəl 8-də 1 bərabərdir. 4-ü bir dəfə 1-ə vururuq. Bir dəfə də 4-ü 8-də 1-ə vururuq. 4-ü 8-də 1-ə vuranda ixtisar gedir. Yəni yazaq belə 4 vur 8-də 1. Buradan qalır 2. 4-ün üstə isə gəlir 2-də 1. 4 üstəgəl 2-də 1 bərabərdir. 4 tam 2-də 1. Növbəti misalımız 6 vurulsun 1 tam 8-də 3. Eyni qayda 6 vurulsun 1 üstəgəl 8-də 3 bərabərdir 6 üstəgəl 6-yı bir dəfə 1-ə vururuq, bir dəfə də 8-də 3-ə vururuq. 6 vurulsun 8-də 3. Buradan da hər 2 ixtisar gedəndə burada qalır 2, burada qalır 3, orada qalır 2. Yəni 6 üstəgəl 4-də 9, o da bərabərdir 6 üstəgəl 4-də 9 neçə edir? 2 tam 4-də 1 bərabərdir 8 tam 4-də 1. Növbəti 2 tam 2-də 1 vurulsun 7-də 6. Yəni 7-də 6-nı qabağa çıxaraq, bunları da ayıraq. 2 üstəgəl 2 tam 2-də 1 bərabərdir 7-də 6 vurulsun 2 üstəgəl 7-də 6 vurulsun 2-də 1. Yəni bir dəfə belə vururuq, bir dəfə də belə. 2-də 1 bərabərdir. Bunlar ixtisar gedəndə 3. Aha. Yəni edəcək bərabərdir 7-də 12 üstəgəl 7-də 3. Məxrəclər də bərabər olduğunda məxrəcə yazırıq. 12 üstə 3 gələndə 15. 15 də 7-yə böləndə 2 tam 7-də 1. Növbəti misalımız 4 tam 3-də 2 vurulsun 7-də 2 bərabərdir. 4 üstəgəl 3-də 2 vurulsun 7-də 2. 7-də 2-ni bir dəfə mötərizədə də hər bir ədədə vururuq. Yəni 4 vur 7-də 2 üstəgəl 3-də 2 vurulsun 7-də 2 bərabərdir.
Deməli, buradan edir 7-də 8. Üstəgəl. Burada da 21-də 4 eləyəcək. Hər tərəfini biz buradan neçəyə vursaq məxrəcləri bərabərləşəcək. 3-ə. Buranı da 3-ə vururam. Buranı da 3-ə vururam. Yəni 21-də 24 üstəgəl 21-də 4 bərabərdir 21-də 28. 7-yə ixtisar getsə hər tərəf burada qalır 3, burada qalır 4, 1 tam üstə 1-i verəcək o da bizə. Lövhəni təmizləyirəm. Sonra 3-də 1 vurulsun 1 tam 5-də 4 bərabərdir. 3-də 1 vurulsun 1 üstəgəl 5-də 4 bərabərdir. Birincidə eləyəcək 3-də 1 üstəgəl. 3-də 1-i 5-də 4-ə vuranda 15-də 4 o da bərabərdir. Eyni qayda ilə hər iki tərəfi nəyə vura bilərik biz? Birincidə 5-ə vururuq ki, məxrəc bərabərləşsin. Bərabərdir 15-də 5 üstəgəl 15-də 4 edir 15-də 9. Hər tərəfi 3-ə bölsək 3, burada qalır 5, 5-də 3. Növbəti misalımız 7-də 1 vurulsun 1 tam 7-də 3 bərabərdir. 1 üstəgəl 7-də 3-ü mötərizə açdıq. Vurulsun 7-də 1. Aha. 7-yi 1-ə vuranda 7-də 1 üstəgəl. Burada 49-da 3 bərabərdir. Buranın hər tərəfini nəyə vuracaq? 7-yə. O da edəcək 49-da 7 üstəgəl 49-da 3 bərabərdir. 49-da 10. Növbəti misalımız 1 tam 7-də 4 vurulsun 2-də 1 bərabərdir. 1 üstəgəl 7-də 4 vurulsun 2-də 1 bərabərdir. 2-də 1-i 1-ə vurduq. Sonra 2-də 1-i də 7-də 4-ə vuranda uşaqlar 2 ilə 4 ixtisar edəcək. Elə deyilmi? Qalacaq 7-də 2. Özünüz ayrıca vursa görəcəksiniz. O da bərabərdir. Bu tərəfi 7-yə vururuq, bu tərəf 2-yə vururuq ki, məxrəclər bərabərləşsin. Yəni 7-də 14 üstəgəl 4-də 14 bərabərdir. 14-də 11. Növbəti misala keçirik. Lövhəni silirəm. 1 tam 4-də 1 vurulsun 5-də 3 bərabərdir. 1 üstəgəl 4-də 1 vur 5-də 3. 5-də 3-ü 1-ə vuranda edir 5-də 3. 5-də 3-ü də bir dəfə 4-ə vuranda 20-də 3. Bərabərdir. Burada hər iki tərəfi məxrəc bərabərləşdirmək üçün 4-ə vursam 20-də 12 üstəgəl 20-də 3 bərabər edir. 20-də 15 hər tərəfi də 5-ə böləndə burada 4, burada da 3. Qaldı. Buranı da belə yazsam 1 üstəgəl 7-də 3 vur 5-də 3. Hər tərəfi 5-də 3-ə vururam. Bura qalır elə 5-də 3 1-ə vursam. O birisində 5-də 3 35-də 9 eləyəcək. Elə deyilmi? Ona görə bu tərəfi 7-yə vururam ki, məxrəcimiz 35 eləsin. Yəni 35-də 21 üstəgəl 35-də 9 bərabərdir. 35-də 30. Hər tərəfi də nəyə bölək? 5-ə bölsək hər iki tərəfi də 6-da 7. Növbəti misalımıza baxırıq. Bu ikinci nömrə idi. Üçüncü çalışmamıza baxırıq. Deməli, verilən ədəd cütlər arasında qarşılıqlı tərs ədədləri müəyyən edin. Aha, şərhlər, qarşılıqlı tərs ədədlər nədir? İlk öncə bunu bilməliyik. Hasili 1-ə bərabər olan ədədlərə qarşılıqlı tərs ədədlər deyirlər. Çox asan mövzu əslində. Məsələn, 4-də 1. 4-də 1-in tərsi götürürük 4. 4 ilə 1 vurulanda burada ixtisar gedir 1. Və yaxud da 5-də 2 götürsək, qarşılıqlı tərs olması üçün burada 2-də 5 olmalıdır ki, hasili 1-ə bərabər olsun.
5'lər ixtisar edəcək, o da qalacaq 1. Məsələn, özünə də baxsaq, adi kəsrin sürət və məxrəcinin yerini dəyişməklə alınan yeni kəsr əvvəlki ilə qarşılıqlı tərs edəkdir. A, B, B, A. Görürsünüz ki, A-lar ixtisar edib, B-lər ixtisar edib burada. Yəni belə. İndi misal yazdıqca da görəcəksiniz ki, çox rahat, primitiv mövzudur. Üçüncü. Deməli, verilən ədədlər hansılar qarşılıqlı tərsdir? Hasili 1-ə bərabər olan, eləmi? Buradan biz elə üzərində yazsaq, deməli, bu nəyə bərabər olacaq birinci? 1/4-də 1, 4-də 5-ə bərabərdir. Bu da 5-də 4-dür. Vursaq, gedəcək elə. Bunun hasili 1 olduğu üçün, bəli, bu qarşılıqlı tərsdir. 4-də 1-i 4-ə vursaq, 4-lər ixtisar edəcək, bəli, qarşılıqlı tərsdir. Burada 2 dəfə 2, 2-də 5 və 5-də 3. Vursaq, 5-lər ixtisar getsə də, burada 2-də 3 alınacağımız. Bu qarşılıqlı tərs deyil. Növbəti misala baxaq. 3-də 2 ilə 3-də 2 və 2 dəfə 3, 6, 7. 2-lər ixtisar gedir. Bu qalır 3-də 7. Ona görə bu qarşılıqlı tərs deyil. Növbəti misalımız 6-da 5. Bu da 5 dəfə 1-in 5, 3-də 2, 7. 5-lər ixtisar gedir. 6-da 7 qalacaq. Qarşılıqlı tərs deyil. 8-də 3, 2, 3-də 2-nin 6, 8. Vursaq, bəli, ixtisar gedir. Hasil 1 qalır deyə qarşılıqlı tərsdir. Burada da 9-da 1-i, 9 və 1-in 9, 10 vurulsun 10. Burada bilirik ki, ixtisar gedən ədəd yoxdur. Yəni 9-da 100 eləyir bu hasil. O da qarşılıqlı tərs deyil. Növbəti misala baxırıq. Vurmanın qruplaşdırma xassəsindən və qarşılıqlı tərs ədədlərin hasilindən istifadə edərək qiyməti hesablayın. Hesablayaq. Deməli, burada əlimizdə olan 2-də 1-dir. Rəngimizi dəyişək. 2-də 1. Əvvəla 2-də 1-i qruplaşdırma xassəsinə görə vuraq əvvəla 2-yə. Çünki bu daha rahat olur. Qarşılıqlı tərs ədədlər olduğu üçün bunların hasili 1-ə bərabər olacaq, elə deyilmi? Onu da biz 1/3-də 1-ə vursaq, zaten bura hasili 1 olduğundan 1-i hansı ədədə vursaq, cavabımız elə nə alınacaq? 3-də 1. Növbəti sual. Bu 4-də 3 vurulsun 2, vurulsun 3 dəfə 1-in 3, 4, yəni bunu çevirdik və vurulsun 3-də 2. Bunlardan hansı qarşılıqlı tərs ədədlərdir? 4-də 3 ilə 3-də 4. Bunlar getdi buradan. Əlimizdə qalır. 2-ni 2-yə vururuq 4. Deməli 3-də 4, 1/3-də 1. Cavabımız belə oldu. Növbəti misala baxırıq. 5-də 2 vurulsun 3-də 2, 7. Vurulsun 2-də 1, vurulsun 7-də 3. Bunlardan hansı qarşılıqlı tərs ədədlərdir? 3-də 7 ilə 7-də 3. Bunlar ixtisar gedir. Buradan da 2 ilə 2 ixtisar gedir. Nə qalır? 5-də 1. Növbəti, yəni bu hissəyə baxırıq. 2 dəfə 4, 2, 2-də 9 vurulsun 5, vurulsun 5-də 8 vurulsun 9-da 2. Qarşılıqlı tərs ədəd olanlar, deməli, ixtisar getdi 1-ə qaldı. 5 ilə də 5 ixtisar gedəndə cavabımız nə qalır? 8. Növbəti 7-də 4 vurulsun. 2-nin 4, 2-də 5 vurulsun. 4-də və 1, və 5-də 2. Burada görəcəyik ki, bu ikisi qarşılıqlı tərsdir bir-biri ilə. 2-də 5 ilə də 5-də 2. Onda hamısının hasili nəyə bərabər olacaq? 1-ə. Bir misalda bir-biri ilə qarşılıqlı tərslər varsa, hasil 1-ə bərabər olmalıdır. Baxırıq məsələlərə. Buraya yazacaq məsələ. Məsələ 5. Usta Əli tikintidə gün ərzində 7/4-də 1 saat işləyir. Tikinti şirkəti ona 1 saat üçün 8 manat verir. Deməli, 1 saata 8 manat alırsa,
Nə qədər saat işləyir? 7 tam 4-də 1 saata nə qədər alacaq uşaqlar? X. Biz onda x bərabərdir. Yəni 1-ə 8 işləyirsə, 7 tam 4-də 1-ə də təbii ki, məsələn, sən 1 saata 2 manat qazanırsansa, 5 saata 10 manat qazanacaqsan. Necə 2-ni 5-ə vurursan? Burada da 7 tam 4-də 1-i vururuq 8-ə bərabərdir. 4 və 7, 28, 29, vurulsun 8. İqtisar getsə 2, 58. Deməli, 58 manat pul qazanır. 7 tam 4-də 1 saat ərzində işləyəndə. 5 günlük, yəni bu söhbət bir gündən gedirdi. Bu bizim hesabladığımız bir günün maaşıdır. 5 gün olsa onu da 5-i də vururuq nəyə? 58-ə. O da bərabərdir neçə? 5, 250, 290 manat. Yəni həftə üçün 290 manat pul gəlir. Sonra 6-cı suala baxırıq. Müştəri 5 kiloqram meyvə aldı. 5 kiloqram ümumi meyvədir. Bu meyvənin 3-də 2 kiloqramı almadır. Baxın, 5 kiloqramın 3-də 2-si almadır. Yazırıq 3 tam 1 daha doğrusu alma. Nə qədəri onda armud eləyəcək qalanı? Yəni 5-dən 3 tam 2-də 1 çıxanda neçə eləyir? 1 tam 2-də 1. Bu da armud. Deməli, 1 kiloqram almanın qiyməti 1 tam 5-də 2 manatdır. Əlimizdə nə qədər alma var? 3 tam 2-də 1. Yəni, məsələn, 1 kiloqram almanın qiyməti 5 manatdırsa, 2 kiloqram almanın qiyməti nə qədərdir? 10 manat. 2-ni 5-ə vururuq. Eyni qayda ilə burada 3 tam 2-də 1-i, bu kiloqram almanı biz nəyə vuracaq? Onun 1 kiloqram dəyərinin qiymətinə, yəni 1 tam 5-də 2-yə vuracaq. Qarışıq ədədlərdə düzgün olmayan kəsrə çevir. 2 dəfə üçün 6, buradan 7 vurulsun. 5 dəfə 1-in 5, bu da 7. Aha. O da bərabərdir 10-da 49. Yəni, çevirsək 4 tam 10-da 9. Bu, almanın deməli, almaya verdiyimiz qiymət oldu. 1 kiloqram armudun qiyməti də 2 tam 5-də 3-dür. Əlimizdə nə qədər armud var? 1 tam 2-də 1 kiloqram armud var. Onun da qiyməti nə qədər imiş? Yəni 1 kiloqramın qiyməti 2 tam 5-də 3-dürsə, onu da gətirib vururuq çevrəndə. 2 dəfə 1-in 2, 3 vurulsun. 5 dəfə 2, 10, bu da 13. Yəni 10-da 26. O da eləyəcək 2 tam 10-da 6. Ümumi nə qədər xərclənib? Almaya 4 tam 10-da 9 manat xərcləndi. Armuda da 2 tam 10-da 6 manat xərcləndi. O da edəcək 6 tam 10-da 15 manat. Yenə çevirsək 15 10-a böləndə 1, 6 üstə 1 gələndə 7, 10-da 5 edəcək. Yəni 7 tam 2-də 1 manat pul edəcək. Növbəti suala baxırıq. 7-ci sual. Xalçamız da var burada şəkili. Deməli, düzbucaqlı formalı xalçanın uzunluğu və enini ifadə edən ədədlər qarşılıqlı tərs edilməlidir. Elə bunu üstündə işləyək. Qarşılıqlı tərs ədədlərdir. Bu xalçanın eni 5-də 4 olarsa, onun perimetrini və sahəsini tapın. Deməli, qarşılıqlı tərs ədədlərdir və enini 5-də 4 verib. Bura 5-də 4-dür. Burada 5-də 4-dür. Uzunluğu qarşılıqlı tərs ədəd olması üçün hasılı 1-ə bərabər olmalıdır. Neçə olacaq? 4-də 5. 4-də 5. Burada olacaq 4-də 5. Biz bax bilirik. 5-də 4-ü 4-də 5-ə vuranda hasılı 1 olur. Yəni qarşılıqlı tərs ədədlər olur.
Onda perimetr bərabər. Düzbucaqda perimetr bərabərdir. 2 vurulsun A plus B. Yəni 2 vurulsun 5-də 4 metr üstəgəl 4-də 5 metr bərabərdir. 2 vurulsun. Burada neçə eləyəcək? Biz buranı bu tərəfi 4-ə, bu tərəfi 5-ə vurub məxrəcləri bərabərləşdirsək 20-də 16 üstəgəl 25 metr bərabərdir. 2 vurulsun 20-də 41. 2 ilə 20 ixrac edəndə 10. 41-i də 10-a böləndə 4,1 metr. Sahə nəyə bərabərdir? Sahə bərabərdir AB. Yəni 5-də 4 metr vurulsun. 4-də 5 metr. Məlumdur ki, ixtisar edəcək qarşılıqlı tərs ədədləri olduğu üçün. O da qalacaq 1 metrin kvadratı. Sonuncu suala baxırıq. Lövhəni də silirəm. Biraz balacalaşdıraq buranı. A, B şəhərlərindən eyni vaxtda minik və yük maşınları qarşı-qarşıya yola düşdü. Minik maşını 80 km/saat, yük maşını da saatda 70 km sürətlə hərəkət edib. 1,4 saatdan sonra onlar arasında qalan məsafə 10 km oldu. A və B şəhərləri arasında məsafə nə qədərdir? Məsələ uzun olsa da əslində çətin deyil. Əlimizdə bizim bir düsturumuz var. Hansı düsturdur? Deməli, gedilən yol S və yaxud L də yaza bilərik. L bərabərdir. Sürət vurulsun zaman. Deməli, birincidə biz nəyə diqqət edirik? Birinci maşınımız. Məsələn, sən Zaqatalaya gedirsən, bir nəfər də Bakıya gedir. 1 saat keçəndə, o 1 saat sənin üçün keçibsə, Zaqatalaya gedən üçün də keçib, elə deyilmi? Tutaq ki, nə bilim, Şəkidən gedirsiniz də, biriniz Zaqatalaya, biriniz Bakıya. Demək istədiyim, zaman sən gedəndə dayanmır və yaxud da o birisi gedəndə onun üçün zaman dayanıb, sənin üçün açılmır. Hər iki tərəf üçün zaman axıcıdır. Burada tutaq ki, bura qədər gəldik. Yəni, S bərabərdir, S. V vurulsun, V sürətdir. 80 vurulsun. Saatımız neçədir? Yəni, belə yazaq, 80 km/saat. Zamanımız neçədir? 1,4-də 3. Onu da çevirsək, 4-də 1-in 4, 4-də 7 saat. Bərabərdir. 4 ilə 80 ixtisar edəcək, qalacaq 20. 20-ni də 7-yə vuranda 140 kilometr, deməli A gedir. Bu hissədə aralarında nə qədər qalıb? Bir-bir çatmağa hələ 10 kilometr qalıb. Və biz buradan da 140 kilometri tapdıq. Qaldı B-yə. Eyni qaydada B üçün. B nə qədər gedib saatda? 70 kilometr böl saat hərəkət edibsə, nə qədər saat keçib? 4-də 7 bərabərdir. Bunları ixtisar aparsaq 2-yə, burada qalacaq 35, burada qalacaq 2. 35-i də 7-yə vursaq, nə qədər edəcək? Deməli, 210, 245 eləyəcək. Hərdəsə elə deyilmi? 5 dəfə 7, 35, Onu da 2-yə böləndə, 245-i 2-yə böləndə nə qədər eləyəcək? 122,2-də 1. Buradan da məlum oldu ki, yolun uzunluğu nə qədərdir? 122,2-də 1-dir. Onda A-dan B-yə yol nə qədər olacaq? 140 plus. Bura 1 kilometr yazaq. 140 kilometr plus 10 kilometr plus 122,2-də 1 kilometr. Uşaqlar, texniki səhvlər ola bilər hesablama zamanı. Bunun üçün üzrlü sayın. Yəni, bəzən olur. Belə, 140-ın üstə də onun gələndə 150, 150-nin, yəni belə xırdalasaq 150 plus 122,2-də 1, 150-nin üstə 120 gələndə neçədir? 272,2-də 1 kilometr. Bu yolumuzun uzunluğu da nə qədər imiş? 272,2-də 1 kilometr imiş.
Növbəti bölməmiz adi kəsirlərin bölünməsi. Bunu da növbəti videoda izah edəcəm. İnşallah kanala abunə olub, rəy yazıb, paylaşmağı unutmayın. Belə daha çox dəstək olmuş olarsınız.